Ola bilsin ki sizi yaxında yeni tanışlıq gözləyə bilər. Və yaxud da yeni iş təklifi ola bilər. Çünki burada sizin arzularınız, sizin xəyallarınız şəxsi həyatınızda və yaxud da işinizdə gerçəkləşə bilər. Bu kartlar qarmoniyaya nail olmaqdır və yeni romantik bir təklifin gəlməsindən xəbər verir. Sizin həyatınızda indi mühüm bir mərhələ başa çatıb və siz emosional yetkinlik və müdürlük sayəsində yeni imkanlara hazırsınız. Bu o deməkdir ki, sizin şəxsi həyatınızda və yaxud da işinizdə yeniliklər baş verə bilər. Bu tanışlıq da ola bilər, yeni təklif iş barəsində də ola bilər. Tək başına olan insanlar üçün isə ola bilsin ki, həyatlarına kimsə daxil ola bilər. Yeni tanışlıq, romantik abu-hava, bu onun anlamına gəlir. Bu kartlar isə sürətli hadisələrin inkişafı, aktiv düşüncə tərzi tələb edən və daha yaxşı gələcəyə ümid verən bir dövrdən xəbər verir. Xəbərlər çox tez sürətlə gələcək. Sizin ideyalarınız sizi ruhlandıracaq və arzularınıza çatmaq üçün düzgün yolda olduğunuzu hiss edəcəksiniz. Burada ağıllı və sahib olmaq lazımdır. Hansısa sahənin sonuna gəlib çatır. Köhnə dünya məhv olur, yeni dünyaya keçid alırsınız. Bu ola bilsin maddiyyətlə bağlı ola bilər. Yeni işinizlə, köhnə işdən yeni işə keçir. Köhnə dağılmalıdır ki, günəş açsın, saçsın, yeniliklər gəlsin, yeniliklər baş versin. Daha köhnədə kimi olmayacaq deyilir. Yəni ola bilsin siz hansısa bir işinizi və yaxud da bir işinizə başqa cürə baxacaqsınız və o da sizə sonda nailiyyətlər, uğurlar gətirəcək. Köhnə strukturlar, köhnə proqramlar, köhnə vərdişlər, onlar hamısı dağılır, yenilikə və günəşə işıq və yol açır. Bu mütləq dağılmalıdır ki, siz günəşə çıxa bilərsiniz bu qaranlıqdan.